mən bilirəm ki, qız tərəfdədir günah. Problem qız tərəfdədir. Mən onun öz aləmində, bu mənim şəxsi fikrimdir. Boşanan qızın valideynlərinin bu işə adi baxmasından irəli gəlir 99% boşanmalar. Çünki mənim də nəslimdə boşananlar var da, amma razılaşmıram. Mən bilirəm ki, qız tərəfdədir günah, problem qız tərəfdədir. Çünki istər-istəməz adi baxırlar. Əgər mən bilirəm ki, o ailədə... Yox, bəzilərində deyirəm, mən özümdən götürürəm, öz ailəmdən götürürəm söhbəti. Bax, məsəl üçün, əgər mən bilirəm ki, o ailədə əgər ata qızına bircə kəlmə desə ki, otur, sənin ailənin yanıdır yerin, o qız gedər də ailəsinə sahib çıxar, hər şey də gözəl olar. Amma evdə ki, valideyn deyirsə də ki, yox, o istəmir, getmir, qızım özü bilər. Və yaxud da biri adi sözə görə ailə dağılar. Adi söz də, nə adi söz? Vallahi elə şeylər var ki, adam prosto efirdir, çox şey danışmaq istəmirsən, amma görürsən ki, nə olar, məsəl üçün, sən yenə deyirəm, mən qarşı tərəf danışıram. Çünki deyək ki, qız biz tərəfdəndirsə, oğlan qarşı tərəfdəndir. Ancaq mən oğlan tərəfdən danışmaq istəyərəm ki, oğlan evi həqiqətən də yerdən göyə haqlıdır. Yerdən göyə haqlıdır, amma qız tərəf yox. Və qəbul eləmirəm və hətta mənim aləmimdə belə bir şey var. Baxmayaraq ki, mənim qohumum olsa, qohumumdur və yaxud belə canım, ciyərimdir, mən o ailəni öz həyatımda, öz ürəyimdə üstdən xətt çəkirəm, silirəm. Amma mən qarşı tərəflə ömürlük dostluğumu davam edərəm.